Baxınız, heç kimsə öz vətənini buraxıb, nəm Türkiyəyə, heç kimsə öz vətənini buraxıb Kuzey Azərbaycana qaçma niyyətində deyil. Bizi bu qədər bəziləri xor görməsinlər. Güney Azərbaycan türkləri sadəcə mültəcilikdən ibarət deyirlər. Bunlar sizin soydaşınızdır. Bunlar sizin namusunuzdur. Oradakılar bizim anamızdır, bizim bacımızdır. Bizim ricamız budur ki, Türk Devletleri Təşkilatı nə işe yarar? Tamam dil birliği, tamam iş birliği, tamam əskeri birlik, tamam ekonomik birlik ama bugün sizin 40 milyondan fazla, 45 milyona yakın soydaşınız dünyada ve Türk dünyasında çox şiddətli baskı ve sancılı bir süreç ərəfəsindədir. Siz bu Türkləri tanımayacaqsınız da Avrupa Birliği mi tanıyacaq? Siz İrandakı 40-45 milyon Türk'ten bəhs etməyəcəyinizdə Amerika mı bunlardan bəhs eləyəcək? Veya Çin mi veya Rusya mı? Size soruşuram ve soydaşlarımızdan rica edirəm. Bu sözlerimizi paylaşın. Sosyal medyalarda o kadar paylaşın ki Sağır Sultan'ın sarayının otaqlarının demək olar əncəllərini aşıb qulaqlarını, huzurlarına çatsın. Oradakı soydaşlarımızın yardıma ihtiyacı var. Milliyetçi Hərəkət Partisindən dəfəətən istədik. Adalet ve Kalkınma Partisindən dəfəətən istədik. Yeni Azərbaycan Partiyasına dəfəətən dedik. Dedik ki bu İran rejimi gedicidir, qalıcı değildir. İlla ki İran rejimini biz dəstəkləyəcək. Dəstəklədiniz. Baxınız, yabancıların o məntəqədə və bölgədə projesi var. Və projesi bu rejimi iş üstündən götürüb başka bir rejimi gətirməkdir. Və başka bir rejimin gəlməsini biz istəmirik. Biz rejim dəyişikçisi deyilik. Biz Güney Azərbaycan Türk Cumhuriyyətinin yaranması üçün çalışırıq. Niye anlamırsınız? Neden anlamaya çalışmırsınız? Bizimle neden empati ve sempati kurmursunuz? 40-45 milyon Türk'ün devlet olma, devletleşme hakkı yok mu? Niye bizi hor görürsünüz? Ona göre həqiqətləri göz önüne alarak bugün Güney Azərbaycan Türkləri değerli soydaşlar, sizlerin eğer devletlerimiz, hükümetlerimiz ve hakimiyyətlərimiz bu işe, bu ərəfədə əl atmırsa biz onları məcbur etməliyik. Lütfen səsimiz olun. Oradaki analarımız, acılarımız habersiz bir şekilde, internetsiz bir şekilde ama bakınız bütün Kürtlerin Rudav kanalları var. Irak'tan yayın yapırlar. Onlarca kanal. Farsilerin, Fars faşistlerinin, Türk düşmanlarının onlarca satellite, uydu kanalları var. Güney Azərbaycan Türklərinin bir tane dərdə dəyər, hatırı sayılır kanalı yoktur. Olan bir tane kanalı varsa da Pezeşkiyansıdır, İransıdır, satılmıştır.